Hörmətli izləyicilərim, xoş gördüyünüz hər vaxtınız xeyir olsun. Yaxın əyləşin, videomuzu sona qədər izləyin. Kim ki keçmişə qayıtmaq istəyir, axıra qədər baxsın. Baxın, gözəl insanlar, evimiz yerləşir Maşdağa Bilgəh yolu. Yəni maşallah olsun ki, elə bil ki restorandasan. 2 mərtəbə, üstə gəl mansar, ümumi 12 otaq. Hər mərtəbə arası monolit beton. Təbii ki, şəxsi tikilidir, bunu deməyə heç ehtiyac yoxdur. Otaqlar da gəz-gəz qutarmaz. Sadəcə bacardığımız qədər qısa anons edib sizə göstərməyə çalışacağam. Deməli, hər mərtəbə arası monolit beton, orta təmirli. Həqiqətən, baxdıqca hal-hazırda öz keçmişimi xatırlamış oluram. Çünki ev çox keyfiyyətli və hal-hazırda da gördüyünüz demək olar ki, bütün dekorlar, görülən işlər hər biri yəni müasir deyil də, keçmişdə olan dekorasiyadır. Deməli, əzizlər, evimiz yerləşir Maşdağa Bilgəh magistralından. Magistralından 150-200 metr məsafədə, orta təmirli, yuxarı hazır deyil. Bir tək yuxarıdır, baxın, belə deyək ki, natamam təmir. Yəni, çıxıb görsətməyə də ehtiyac yoxdur və mansardır. 4 otaq, bir isə açıq otaqda, belə deyək, qonaq otağı kimi. Həqiqətən, yəni, tam şəkildə keçmişi xatırlayacağınız videosun üçün çəkirəm. Buradan qonaq otağına da keçid üçün yerimiz var. Oturacaq da kreslo özünü göstərir. Evimizin əziz izləyicilər, qazlı su işığı daimidir. Maşallah otaq deyil, bəzi evlərin elə bilin ki, yəni qonaq otağıdır. Evimizin qarajı, qazlı su işığı daimidir, sənəti kupçadır, yəni mülkiyyət. Kənd təsərrüfatı təyinatlı deyil, yəni bunu da qeyd edək. Evimizin istiliyi isə görürsünüz, belə göstərdim yaxından ki, agah olasınız. Baxın, yəni bu qazanxanalarla istiliyi hal-hazırda tədris olunur, görürsünüz. Yəni bir dənə bu şeydən, ikinci mərtəbədən çıxa bilmədim. Sanitar qovşağı və hər mərtəbə arası təşkil edilən monolitdir. Hər mərtəbədə sanitar qovşağımız var. Buradan balkon hissəsinə keçə bilirik. Evimiz təşkil ediləm ki, 10 sotdadır. Küləyin səsi ola bilər ki, səsimi tam şəkildə sizə göstərməsin. Sağı sol yaşayışdır və evin önünə qədər asfaltdır. Baxın. Sadəcə belə deyim ki, əziz izləyicilər, gəlib müəyyən işinə də əl atıb, çox rahat şəkildə buranı tam təmir edib, yəni huzurla yaşaya bilərsiniz. Bu da ki, təbii ki, qoz ağacı və köhnədir, materialından onsuz da hiss olunur. Baxın, keçək indi birinci mərtəbə inşallah. Evimizin qiyməti əzizləcə, həqiqətən bu cür evi bu dəqiqəyəni tikmək istəsən, yəni, nə bilim, getməsə torpağa qoyuram, 200-250 min elə bunun tikintisi aparacaq. Ümumən evimiz əzizləcə 900 kvadrata yaxındır, sənəti kupçadır. Baxın, bu da birinci mərtəbə. Birinci mərtəbədə yataq otağı. İndi hələ qutarmamışam, həyətə keçməmişəm. 3 dəqiqəlik video bitir. Təşkil edirəm ki, hər mərtəbə arası monolit betondur. Hər mərtəbədə sanitar qovşaq var. Keçib göstərməyə məncə ehtiyac yoxdur. Qaraj hissəsi və yola çıxışı var. Bu mətbəxi görürsünüz ki, çox geniş. Sadəcə yenə deyirəm ki, gəlib müəyyən restorasiyasını eləsəz, yəni təmirini yekunlaşdırsaz, yəni çox ideal bağ evi çıxar. Ki, onsuz da elədir. Bir də Maşdağa Bilgəh magistralından 150-200 metr məsafədə, yəni evin önünə qədər də asfaltdır. Sağı solu yaşayışdır, görürsünüz, baxın. Bu da evə daxil olarkən belə bir koridor deyək. Yəni maşallah olsun, əziz izləyicilər, evimiz həm yerləşdiyi mövqeyi, həm bağ bağçası, məlum məsələ ki, 10 sotda 900 kvadrat və özləri neçəyə paylaşdırır, əziz izləyicilər. Video üzrü saniyə evə girdim, yadımdan çıxdı öncə demək, unutdum. Evimizin qiyməti 245 min, yəni bu qədər işin qiyməti 245 min. Evimiz çox təcili satışa çıxarıldı və ev sahibi tərəfindən də real müştəri, real qiymət endirmə olunacaq. Qazlı su işığı daimidir. Həyətini görürsünüz ki, inşallah ki, yine göstərəcəm. Sadəcə burada sözümü tamamlamaya çalışıram ki, çöldə küləkdir. Bəlkə də indi səsi və deyəcəyim sözləri tam dinləməyə bilərsiniz. Həyətdə olan sanitar qovşağı. Baxın, evimizin çöldən olan görüntüsü. Həqiqətən çox gözəl. Evin işıqlığına,
yerləşdiyi ünvana heç bir qüsur, nöqsan yoxdur. Çox rahat şəkildə həyətinə bir neçə maşın daxil ola bilir. 10 sotda sənəti kupça gir yaşa evdir və istəsəz əziz izləyicilər, tam şəkildə də evi bərpa eləyib, gözəl də bir dənə yeni nəsilə uyğun, yəni bağ evi çıxarda bilərsiniz. 10 sotda sənətli kupça, şəxsi tikili. Maşallah da olsun ki, ümumiyyətcə çox xoşum gəlir bu ağaclardan. Gözəl görsənir. Qiyməti əziz izləyicilər 245 min manatla satışa çıxarıldı. Təbii ki, real alıcıya da ev sahibi tərəfindən real qiymət endirmə olunacaq. Palmasa kimi hər biri var. Görürsünüz, özü də yekəli maşallah olsun. Allah alana da satan da xeyir eləsin. Ev haqqında kim nə maraqlanmaq istəyirsə, səhifədə hal-hazırda problem var, amma yenə də direct bölməsinə yazın, özümüz cavablandırıb əlaqə nömrəsi göndərəcəyik. Sağ olun, sağlıqla qalın.